Və bir də mən həmişə qardaşlara, möminlərə tövsiyə edirəm ki, Quran oxuya bilmirsiniz, ən azı Həmd və İxlas surələrini oxuya bilirsiniz. Biri Ayətəl Kürsini əzbər bilir, biri Fələq, Nas surəsini əzbər bilir. Quran ayələrdə, qardaş, Allah Rəsulü buyurur ki, bir ayə oxudun, bir Quran savabı verir. Oxu, nə bilim, o surələri bir neçə dəfə, elə bir ayəsini oxu. Qoy, bir Quranın savabını əldə edəsin. Yəni, bütövlükdə insanların o bəhanə gətirəm deyəkmi və ya bilmədən olan, yəni bu işi icra eləməyən, bu fürsəti əlindən verən insanlara mənim bir tövsiyəm, bir qardaşları kimi bu olardı ki, yəni bu ayın o Peyğəmbər Əkrəm bunun dəqiqəsi də, saatı da, digər ayları, günləri də, gecəsi də digər günlərdən üstündür, fərqlidir. Yəni bu günün, bu ay mübarək ayın dəqiqələrin, saatın, günün, hər gecəsinin, gündüzünün qədir qiymətini bilək. Quran elə daha çox, ən çox yəni təkid olunan şeylərdən Quran oxumaqdır da. Çünki Quran insanları hidayət edəndir. Çünki Quran gəlişi insanları, belə deyək, təqvalılar üçün də insanlara nicat, hidayət etməsi üçündür. Yəni bunlar hamısı bütövlükdə, yəni insanın dünya və axirətinin nurlandırması üçün, bayaq dedik ki, nur, işıq, aya gətirdir. Yəni işıqlandırması üçün, insan öz axirəti yolun görməsi üçün, yəni o yolu təyin eləmək üçün Quran bir meyardır, bir belə deyək, Allah tərəfindən bizim üçün göndərilən bir nemət və dəyərdir. Odur, bu ayda insanlar daha çox Qurana müraciət eləsinlər, daha çox Quran oxusalar, əlbəttə Allah inşallah ki, bu əməlin müqabilində onların mükafatını, yəni mütləq şəkildə verəcək.